İnsan olduğu yeri şərəfləndirir. İnsan özü dəyərli varlıq olduğuna görə olduğu yeri zinətləndirir. Buna bariz nümunə elə İmam Hüseyin əleyhissalamın məzar-ı şərifi. İmam Hüseyin əleyhissalam Kərbəlaya gələndə boş səhra idi. Amma Həzrətin qəbri şərifinin orada olmasıyla, məzar-ı şərifinin orada olmasıyla yüzlər, minlər, 10 minlər, milyonlar insanlar o yerə üz tutur, ora istiqamət alır. Bu onu göstərir ki, oranı zinətləndirən insan faktorudur. Amma bu məclislər elə bir məclisdir ki, əslində biz bu məclislərdə iştirak etməklə özümüz zinət tapırıq. Bəzən insan olduğu yerə zinət olur, bəzən özü olduğu yerdə zinətlənir. Mən öz şəxsimə deyirəm, əliboş, üzü qarı, günahkar bəndə, nəuzubillah, nəstəcirbillah, mən kiməm? Deyəm, İmam Hüseyin məclisinə mən zinətəm. Mən bu məclisə rövnəq veririm. Yox, əstəğfirullah. Biz bu məclisdə zinətlənirik. Bu məclisdə Əhl-i Beyt əleyhimussalamların o pak, nurani, o mənəviyyatından biz faydalanırıq. Yəni, biz bu məclisə zinət yox, bu məclis bizə zinət olur. Ona görə əyləşdiyin yerin qədrin bil, bu neymətin qədrin bil. Acı həqiqət də olsa, bəzən o şeytan bizim elə öz içimizdə də olur. Quran-ı Kərimdə Allah nə buyurur? Minəl cinnəti vənnəs. O həmi cin tayfasındandır, həm də insanların özündəndir. Yəni elə sənin, mənim təki surətdə insan olar, amma iç dünyasında nə olar? Şeytan olar. Bəzən görürsən o durmadan, dayanmadan fitnə fəsad törədər. Amma gərək insan nəfsinə qul olmasın, gərək insan nəfsinə allanmasın. Əl-qissə, əl-qərəz, bu müqəddiməni ona görə dedim ki, bu məclislərin adabına riayət eləyək. Evdəki söhbəti gəlib burada danışma. Dükanda, bazarda, işdəki problemi gəlib burada dostluğuyla, qardaşıyla, qonşuyla, rəfiquyla danışma. Bura gəlmişsən, burada imamın sözünə, imamın halına. Düzdür, hərənin bir problemi var. Görsən o ağlayanda, Rövzəxanı oxuyanda, bir çoxlarımız elə öz dərdimizi ağlayırıq. Heç imam üçün ağlayan yoxdur. Biri görsən borcunu verə bilmir, borcu yadına düşür. Birinin xəstəsi var, elə öz xəstəsinə. Amma bunlar bir bəhanədir də. İmam məclisi odur ki, istəyir o qatasan da, o karvana özü qatasan, o karvandan geri qalmayasan. Allah ona da nəzər edər. Yetər ki, məclisin adabın qoru, məclisin ədəb qaydalarına riayət elə.